Rəvayətlər var, çoxluda buna aid. Ailədə bir insanın əxlaqlı olması, nəinki kişinin, hətta qadının da, atanın da, ananın da, övladın da valideynlərinə qarşı. Yəni bu barədə nə danışmaq olar? Əxlaq ailədə əslində ən ümdə olan primetlərdən biridir. Çünki hər kəs öz qarşısındakının hüququnu tanıyanda ona daha yaxşı ehtiram qoyur. Evlad atanın hüququnu biləndə ona yaxşı ehtiram qoyur. Və ata xanımının hüququnu tanıyanda ona yaxşı ehtiram qoyur. Təbii ki, bu da bilavasitə insanın Allaha bağlılığından irəli gəlir. Əgər bir insanın doğrudan da Allaha olan etiqadı, Allaha olan inamı varsa, axirətə olan inamı varsa və Allah əmrləri onun üçün ən ümdə olacaq. Təbii ki, məsələn, xanımın kişinin üzərində hüquqları var və kişinin xanımın üzərindəki olan hüquqları var. Hər bir kişi öz xanımının hüququnu tanımalıdır. Alimlərdən biri buyurur ki, xanımın kişinin üzərindəki hüququ odur ki, hər bir xanım bu qədər insanların içərisində onu seçib. Onu seçdiyinə görə ona ən doğma və ən əziz olan insanlarını imtina edib. Atasından imtina edib, anasından imtina edib, bacısından, qardaşından və bütün doğmalarına və hətta öz evindən imtina edib, gəlib bunun yanına. Və buna zövcə olmağı, ailə olmağı qəbul edib. Belə olan təqdirdə hər bir kəs bunu qəbul etməlidir və həmən xanımın hüquqlarını qorumalıdır, lazım gəldikdə onun atası olmalıdır, lazım gəldikdə onun müdafiəçisi olmalıdır, lazım gəldikdə onun bütün maddi və mənəvi təminatlarını ödəməlidir. Bu xanımın kişinin üzərindəki olan hüquqlarının bir hissəsi.